Rusiyanın Ukraynaya qarşı başladığı müharibə zamanı minlərlə mülki şəxs soyqırıma məruz qalıb. Bu qanlı savaşda ən çox zərər çəkən şəhərlərdən biri də Qaradəniz sahilində yerləşən turistlərin sevimli məkanı sayılan Odessa şəhəridir. Müharibə başladığı gündən bəri Odessa və ətraf yaşayış məntəqələri dəfələrlə Rusiya hərbçiləri tərəfindən, xüsusilə də Qaradənizdəki Rusiya hərbi dəniz qüvvələrinin döyüş gəmilərindən artilleriya atəşinə və hava zərbələrinə məruz qalıb. Şəhərə həmçinin ballistik və qanadlı raketlərlə intensiv hücumlar təşkil olunub. Dayandığım məkan Odessanın mərkəzində yerləşən obyektlərdən biridir, hansı ki, bu obyektdə bu yaxınlarda, bu günlərdə Rusiya Silahlı Qüvvələrinin hava hücumu nəticəsində bu cür hala düşüb və bura satış mərkəzi idi və gördüyünüz kimi də elə burada nə qədər satış mərkəzində olan avtomobillər yanaraq külə dönüb və sözsüz ki, burada vurulan hava zərbəsi nəticəsində də təəssüf ki, mülki insanlar arasında ölən və xəsarət alanlar da olub və ümumiyyətlə Odessada bu cür yerlər az deyil və vətəndaşlar da artıq sülh istəyirlər və tezliklə atəşkəsin əldə edilməsini istəyirlər. Rusiyanın hava hücumlarında ən çox zərər görənlər yenə də mülki vətəndaşlardır. Həyatını itirənlər də, yaralananlar da əsasən onlardır. Müharibə mülki insanlara daha çox pis təsir edib. Hər gün təkcə cəbhədə deyil, döyüşlərin getmədiyi yerlərdə belə raketlər, dronlar uçur. İnsanlar gecələri də yata bilmirlər. Hər birimiz bu faciəni daxildən yaşayırıq. Hamımız doğmalarımız üçün narahatıq. Düşünürəm ki, xaricdə olanlar da kədər içindədirlər. Bəlkə də ən dəhşətlisi müharibə zamanı sağ qalmaqdır. Hər itki bizə bir həqiqəti göstərir. Sülh, ev, vətən üçün mübarizə aparmaq nə qədər vacibdir. Hər birimiz öz kiçik töhfəmizi veririk. Kimsə yardım, kimsə xidmət, kimsə ianə edir. Və istəyirik ki, daha çox insan bu işə qoşulsun. Müdafiəyə, barışa, sülhə. Elə sülhə, nəhayət sülh olsun. Təkcə Ukraynada yox, bütün dünyada sülh olsun istəyirik. Raketin zərbəsi nəticəsində dağılan binada yaşayan və xoşbəxtlikdən sağ qalan şəhər sakini Viktor Yorj başına gələnləri belə xatırlayır. 2022-ci il aprelin 23-də Paska bayram ərəfəsində yaşadığım binaya raket qalıqları düşdü. 2-ci mərtəbədən 7-ci mərtəbəyə qədər bütün evlər dağıldı. Çox sayda mənzil yararsız hala düşdü. 7 nəfər həlak oldu. Sözsüz ki, sülh istəyirik, amma hələ də bu real görünmür. Artıq bütün baş verənlərdən bezmişik. Uşağımızla hər dəfə gecə saat 12-də sığınacağa qaçırıq. Bu dəhşətlidir. Gecələri yatmırıq. Mülki insanlar həlak olur. Bütün bunlar nə vaxt bitəcək? Biz bunun tez bir zamanda bitməsini istəyirik. Çünki bütün bunlar artıq bizi çox yorub. Bu hamımıza təsir edir. Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə nəticəsində 13 mindən çox mülki şəxs həyatını itirib. Onlardan 600-dən çoxu uşaqdır. Lakin bu rəqəmlər Ukraynanın işğal altında olan əraziləri əhatə etmədiyindən real itkilərin daha çox olduğu ehtimal edilir.